birinizi xoş gördük əziz izləyicilərimiz. Biz bugün Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, eyni zamanda Qafqaz Türk Medianın təsisçisi Hüseyn Yusupov ilə birlikdə dünyada və ölkəmizdə baş verən bir sıra siyasi məsələlərə nəzər yetirəcəyik. Artıq bildiyimiz kimi dünyanın siyasi gündəmini İsrail və İran arasında baş verən silahlı münaqişə yer tutur və bununla əlaqədar Hüseyn bəyə bir sıra suallarım var idi. İlk sualım bu olardı Hüseyn bəy. Sizin fikrinizcə İran-İsrail arasında baş verən bu silahlı münaqişənin əsas səbəbləri nələrdir və bu münaqişəni siz necə qiymətləndirərdiniz? Çox sağ olun Gülgün xanım. Mən də ilk növbədə Qafqaz Türk Media tamaşaçılarını, izləyicilərini salamlayıram və sizə uğurlar arzu edirəm. Bilirsiniz, bu konflikt 4-cü gündür davam etməsinə baxmayaraq, çoxdandır bu konflikt üzərində, bu məsələlər üzərində İsrail dövləti işləyirdi. Yəni ki, İsrail özü üçün belə bir xarici hərbi strategiya təyinləşdiribdir ki, qonşu ölkələrdən hansı güclənməyə tərəf, yəni hərbi cəhətdən güclənməyə tərəf bir istiqamət alırsa, demək o artıq İsrailin düşmənidir. Və düşmənidirsə, İsrail də oraya qarşı müəyyən işğal addımları atır, müəyyən müdaxilələrdə bulunur və ilaxır və ilaxır. Burada hamımıza məlumdur ki, son bir neçə ayda İsrail dövləti dəfələrlə bəyan etmişdir ki, yaxın vaxtlarda, qısa vaxtlarda İrana qarşı hərbi aviasiya müdaxiləsi olacaqdır. İran nüvə silahı istehsalı ilə məşğul olduğuna görə, yəni ki, heç kimə sir deyil ki, İranda uranın zənginləşdirilməsi üçün zavodlar tikilib, yeraltı zavodlar, ağır suyun hazırlanması üçün yeraltı zavodlar tikilib, ağır suda, uran da hər ikisi atom bombasının tərkib hissəsini təşkil edən komponentləridir. Və buna qarşı İsrail öz demək ki, gedişlərini gedirdi. Amma Amerika Birləşmiş Ştatlarında son seçkiləri Trump qazandıqdan sonra Trump bilirsiniz ki, seçki öncəsi kampaniyasında dəfələrlə vurğulamışdı ki, mən hakimiyyətə gələndə dünyada gedən silahlı münaqişələri, müharibələri dayandıracağam, iqtisadiyyatı düzəldəcəm. Ondan başqa Amerikanın daxili siyasəti ilə bağlı bir çox məsələlərə söz vermişdi. O cümlədən Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən dərin dövlətə qarşı sərt bir mübarizə aparacağını da bəyan etmişdi. Və burada onu da unutmayaq ki, seçki kampaniyası dövründə Biden və Trump arasında, sonra Bidenin yardımcısı namizəd oldu. Onların arasında gedən seçki kampaniyasında bütün məsələlərdə bir-birlərinə qarşı idilər. Tək bir məsələdə eyni fikirdəydilər. O da İsrail məsələsi. İsrail məsələsində onların yarışması bu cür gedirdi ki, İsrailə kim daha çox yardım eləyəcək? Fərqi yoxdur, İsrail nə ilə məşğul olacaq. Nə ilə məşğuldursa, deməli, kimlə müharibə eləyərsə, kimlə konflikt olarsa, Amerika Birləşmiş Ştatları dövlət olaraq İsrailin yanında olacaq. Və gələk son hadisələrə. Bilirik ki, bir neçə həftə bundan əvvəl Kaliforniya ştatında Amerika Birləşmiş Ştatları prezidenti Trump'a qarşı orada böyük aksiyalar, protest aksiyaları başladı. Hətta dünyanın bəzi mətbuat orqanları onu bir üsyan da adlandırırdılar və heç də boşuna adlandırmırdılar. Çünki prezidentin fərmanıyla oraya dövlət qoşunları yeridildi. Bu çox nadir hallarda Amerikada görünən bir işdir. Və orada nələr baş verirdi? Demək, Netanyahu İrana müdaxilə etməyə hazır olduğu artıq məlum olanda Amerika Birləşmiş Ştatları prezidenti İranla danışıqlara oturmaq qərarı gəldi. 60 gün idi ki, bu danışıqlar gedirdi. Yəni ki, uranın zənginləşməsi prosesini enerji səviyyəsinə qədər olsun. Yəni ki, atom bombası səviyyəsinə qədər deyil, enerji səviyyəsinə qədər. Bu danışıqlar gedirdi onların arasında. Və hətta həftənin 6-cı günü
Trump belə bir bəyanatla çıxış elədi ki, bazar günü artıq son danışıqlarda çox gözəl bir qərarlar alına bilər. Və orada Kaliforniyada gedən prosesləri yaradanlar Amerikadakı Yəhudi diasporası və yenə həmin dərin dövlət birlikdə Trumpa təzyiqlər göstərmək üçün orada o aksiyalar yaradılmışdı və aksiyalar demək ki, məqsədinə nail oldu və yenə də davam edir həmin aksiyalar orada. Aksiyalar nail oldu, danışıqlar bitməyə bir gün qalmış. 6-cı gün gecə, bazar gününə keçən gecə İsrail aviasiyası, hava qüvvələri həmin gecə 200 hərbi təyyarə ilə İran ərazisinə müdaxilə elədilər. Və ilk gecə İran tərəfindən nə havadan müdafiə qüvvələri, heç bir hərəkət göstərmədilər. Hətta ilk günlərdə, bu gün artıq 4-cü gündə o qarşılıqlı müdaxilələr davam eləyir. İlk günlərdə əsasən İsrail hərbi hava qüvvələri nöqtə atışlarından bir çox generalları İranın Birləşmiş Hərbi Qərargahın komandanını, eyni zamanda orada nüvə silahları hazırlanan zavodlarda çalışan fizik alimləri yataq otaqlarında vurdular, məhv elədilər. Eyni zamanda çalışdılar ki, silah hazırlanan zavodlar, yeraltı zavodlara müdaxilə eləsinlər. Və o proseslər dövründə əlbəttə ki, bir çox mülki şəxslər də yaralandı, həlak oldu İranın ayrı-ayrı şəhərlərində, o cümlədən Təbrizdə və Təbrizin ətrafındakı bölgələrdə. Mən orada ölənlərə, o cümlədən xüsusi olaraq da bizim Təbrizdəki türk qardaşlarımız asılar ki, həlak olublar, onlara Allahdan rəhmət diləyirəm, məkanları cənnət olsun. Amma və bütün dünya mətbuatını təəccübə salan faktlardan biri o oldu ki, İran tərəfdən gözlənilməyən bir performans sərgiləməyə başladı İran öz ballistik raketlərindən. O da demək olar ki, İsrailin o dəmir qübbəsini deşərək orada hər 100 raketdən təqribən 30-u 40-ı hədəfə gəlib çatırdı, vururdu. Hətta Müdafiə Nazirliyinə belə vurdular. Son günlərdə oradakı böyük elektrik stansiyalarının birini vurdular və bir çox yerlərdə artıq orada da ölüm hadisələri, yaralananlar, əlbəttə ki, biz kim olmağından asılı olmayaraq heç kimin nə ölməyini istəyərik, nə yaralanmağını istəyərik. Biz müharibəyə ümumiyyətlə qarşıyıq və İranda bir binada 60 nəfər öldüyü qeyd olundu, 60 nəfərdən 20-si az yaşlı uşaqdır. Hər bir uşağın, günahsız uşağın ölümü bütün bəşəriyyətin ölümü deməkdir. Biz bu cür yanaşırıq, bu cür dəyərləndiririk və burada gedən səbəblər də məlumdur. İran həmişə elan eləyərdi ki, əgər nüvə silahı istehsal eləyərsə, həmin nüvə silahlarını İsrailə qarşı istifadə eləyəcək və ilaxır. İsrail bugün bu işğal faktının, yəni ki, müdaxilə faktının adını qoyur, özünü müdafiə tədbiri. Özünü müdafiə vaxt olur ki, nə vaxt sənin ərazinə müdaxilə olunur. Onda başlayır özünü müdafiə, BMT-nin özünü müdafiə qanunu onda qüvvəyə minir. Sənin ərazinə bir müdaxilə yoxsa, o hələ özünü müdafiə şansı gətirmir sənə. İran dövləti 79-cu ildə İran inqilabından sonra özünə yeni hərbi doktrina işləyib hazırlamışdı, hərbi strategiya işləyib hazırlamışdı. O da ondan ibarət idi ki, İran xarici istilaçıları, işğalçıları, yəni düşmənləri öz sərhədlərindən uzaqlarda qarşılamalıdır. Ona görə də bütün ətraf ölkələrdə, həm İraqda, həm Suriyada, həm Livanda, həm Fələstində, həm Yəməndə, həm Türkiyədə PKK terrorist dəstəsini dəstəkləyərək
həm Ermənistan ordusunu dəstəkləyərək Azərbaycana qarşı çox təəssüflər olsun ki, həm Türkiyə, həm Azərbaycanı heç də dostlar siyahısına yazmamışdı İran. Və bütün bu qüvvələri istifadə edirdi ki, buna qarşı ola biləcək müdaxilələrin hamısı kənarda demək ki, qarşılansın, kənarda dəf olunsun. İsrail dövləti də bu günlərdə başlamadı İrana qarşı müharibəyə. Artıq bir neçə ildir ki, həmin bu dediyimiz ərazilərdəki qüvvələr, İrana yaxın qüvvələri, İranın silahlandırdığı qüvvələri onlar təsirsiz hala gətirərək İrana yaxınlaşmaqda davam edirdilər. Və bu müharibənin yaradan səbəblərindən əsas səbəblərdən biri, yenə deyirəm, İranın nüvə istehsalı və İsrailin onu bir düşmən kimi bəlirləməsi idi. Çox sağ olun Hüseyn bəy. Həqiqətən maraqlı məlumat ötürdünüz izləyicilərə bu məsələ ilə bağlı. Sonrakı sualım da elə İran-İsrail arasında baş verən münaqişə ilə bağlıdır. Ancaq burada daha bir fərqli perspektivdən biz bilirik ki, istənilən müharibə olsun, münaqişə olsun, həm öz ölkənin özünə, həmin müharibə edən ölkələrin özünə, eyni zamanda qonşu dövlətlərə də müəyyən qədər mənfi təsir göstərir. Sizin fikrincə hal-hazırda da siz necə qeyd etdiniz, müharibənin əsas səbəblərindən biri də nüvə silahıdır, hansı ki, bəşəriyyət üçün, ümumiyyətlə bütün bəşəriyyət üçün çox böyük təhlükə kəsb edir. Sizin fikrincə bu, onlar arasında baş verən bu müharibə və ya silahlı münaqişə, Gürcüstan olsun, digər qonşu ölkələr olsun, yaxın qonşular olsun, onlara hansı ekoloji, siyasi, iqtisadi və siyasi təsirlər göstərə bilər, mənfi təsirlər və yaxud sizin fikrincə mənfi təsirlər gözlənilirmi? Maraqlı sualdır. Bilirsiniz, dünyada atom enerjisinə nəzarət funksiyası olan beynəlxalq təşkilat fəaliyyət göstərir. Biz MAGATE kimi tanıdığımız təşkilat. Həmin təşkilatın qeydiyyatında artıq net şəkildə göstərilir hansı ölkələrin dünyada nüvə silahları var. Nüvə silahları olan dövlətlər barmaq sayına qədər məhduddur, azdır. Və əsasən o dövlətlər çox maraqlıdır ki, Birləşmiş Millətlər Təşkilatının demək ki, 5 daimi üzvü nüvə silahlarına malikdirlər. Az ki, dünyanın taleyini həll edən qərarları onlar verirlər. Və bir Pakistan, Hindistan və orada qeydiyyatda olmayan, amma heç kim üçün də sir olmayan bir də İsrail. İsrail dövlətində nüvə silahı olduğu heç kimə sir deyil. Və bu haqq İsrailə verilibsə, niyə İsrail başqasına belə bir haqqı tanımaq istəmir? Biz, məsələn, istəyərdik ki, bu ümumiyyətlə dünyada heç kimdə olmasın belə bir silahlar. Hansı ki, bu silahların dəqiq adı kütləvi qırğın silahlarıdır. Kütləvi qırğın deyəndə artıq burada əskərdən söhbət getmir. Burada ucdan tutmaya uşaq, böyük, qoca, qadın hamısını kütləvi şəkildə qırğından söhbət gedir. Və biz ümumiyyətlə kütləvi qırğın silahlarına qarşıyıq. Heç kimə də belə bir haqq tanınmasını istəmirik. Amma İsrail də o təşkilat deyil ki, o kiməsə haqq tanıya və ya tanımaya. Və burada qaldı ki, müharibənin ətraf ölkələrə, orada gedən konfliktin ətraf bölgə ölkələrinə, dünya ölkələrinə təsiri bu artıq iqtisadi cəhətdən özünü göstərir. İqtisadi cəhətdən özünü ilk növbədə dünya neft bazarında 10%-dən artıq bahalaşma getdi bu qısa müddətdə. Ondan başqa bir çox ölkələrin milli valyutaların dəyəri dəyərsizlənməyə tərəf getdi. Ondan başqa da İran dövləti də nə qədər özünü müdafiəyə ciddi yanaşırsa, bir o qədər də neft bazarının dayanmadan işləməsinə ciddi yanaşır. Və onun belə bir bəyanatı var ki, hansı ölkə onun neft satışına mane olarsa, o həmin ölkələri də raket atəşinə tutmağa hazırdır. Bunlar qarşılıqlı düzdür, iki ölkə də bəyanatlar verir, filan eləyir və mətbuata sızan məlumatlara görə
İranın ballistik raketləri bir neçə min ballistik raketi var imiş güya. Amma bilirsiniz, bu da o qədər inandırıcı gəlmir. Çünki 40 ildən artıqdır İran dövləti ballistik raketlər istehsalı ilə məşğuldur. Onun hətta ən yeni növlərini belə istehsal edibdilər. Və onlar bir neçə ay, hətta bir il bundan qabaq təqribən paylaşdıqları materiallar var idi. İranda mövcud olan yeraltı raket şəhərcikləri. Yəni ki, onların çox böyük raket ehtiyatları var və bu döyüşü burada bəzi politoloqların fikirlərinə görə İranın raketləri tükənəndə artıq İran məğlub olmuş olacaq filan filan. Bunlar heç də həqiqətlə eyni səsləşmir. Həqiqətdə İranın raket istehsalı daha çoxdur, daha davamlıdır, mən belə başa düşürəm. Və bütün müharibələr də, istər Rusiya-Ukrayna müharibəsi olsun, istər bu müharibələr olsun, istər İsrailin Fələstinə qarşı apardığı müharibələr olsun, hər bir müharibə mütləq ətraf qonşu ölkələrin iqtisadiyyatına ciddi şəkildə təsir edir. Çox sağ olun, dolğun cavabınız üçün Hüseyn bəy. Növbəti sualım bununla əlaqədar olardı. Sizin fikrinizcə bir siyasi ekspert kimi bu müharibənin sonunda İranın gələcəyinin hansı mümkün perspektivlərini görürsünüz? Siz necə düşünürsünüz? Bu müharibə bitəndə İranda nələr baş verə bilər? Nələr baş tuta bilər? Çox maraqlı sualdır. Bilirsiniz Gülgün xanım, ilk növbədə bu konfliktin mən heç istəməzdim ki, müharibəyə çevrilməsini. Beləsi konfliktlər, beləsi krizlər nə qədər qısa sürərsə bir o qədər dünya ictimaiyyəti üçün xeyirli olar. Amma əgər bu uzun müddətli müharibəyə çevrilərsə bu konflikt, yəni ki, bu bizim arzu elədiyimiz bir hal deyil. Amma mümkün variantları müzakirə ediriksə, birincisi, İsrail tərəfi maraqlıdır ki, bu müharibə uzun getsin. Çünki İsrailə dəstəyini kəsməyəcəyi haqda istər Amerika Birləşmiş Ştatlarının Xarici İşlər Departamenti, istər Amerika Birləşmiş Ştatlarının prezidenti şəxsən özü, onun mətbuat katibi dəfələrlə bəyan ediblər ki, onlar sonuna qədər İsrailin yanındadırlar, dəstəkləyirlər. Və niyə İsrail üçün maraqlıdır ki, uzansın? Çünki İsrailin baş naziri Netanyahu bilirsiniz ki, koalisyon hökumətin baş naziridir İsraildə və o bir-iki deputat fərqindən o kresloyu qazanıbdır və o daxildə də ona müxalif qüvvələr çox kəskin şəkildə ona qarşı proseslər gedir və o müharibə onun hakimiyyətini uzadır, müharibələr. Ona görə də o müharibələrə üstünlük verir. Çünki bu müharibələr onun hakimiyyətini uzadır. İran tərəfə gələriksə, İran tərəfdə də mütləq orada da daxili müxalifət də var. Amma İranda o qədər böyük dövlətçilik tarixi var ki, onlar müəyyən milli məsələlərdə bütün fərqli siyasi düşüncələrə malik insanlar eyni vətən qayğısına qalanda eyni pozisiyadan yaxınlaşmağı bacarırlar, eyni nöqtədə birləşməyi bacarırlar. Amma Amerika tərəfinin, İngiltərə tərəfinin bu şeylərdə, yəni İsraili dəstəkləyən tərəfləri deyirəm. Eyni zamanda Almaniya qeyd-şərtsiz bir şəkildə dəstəkləyir. İngiltərə baş naziri bəyan elədi ki, Amerika dəstəkləməsə də biz İsrailin yanındayıq. Yəni ki, bu ölkələr orada iştirakı da, məsələn, bir neçə həftə bundan öncə Rusiya ərazisinə ki, Ukraynaların dronları maşınlarla keçirilmişdi, orada yerləşdirilmişdi və bir neçə hərbi hava qüvvələri vasitələrini məhv eləmişdi. Eyni variant burada da həyata keçirilibmiş, müharibə onunla başladı. Və bu da Rusiya ərazisində yerləşdirilənlərin Rus kəşfiyyatının verdiyi məlumata görə İngiltərə xüsusi xidmət orqanları tərəfindən hazırlanıbmış. Demək ki, İngiltərənin analoji şeyi burada da hazırlamaqda iştirakı var imiş. Və bunlar bu iştirakçı tərəflərin hamısının
əlbəttə ki, o işin siyasi sonluğunu da onlar çox maraqlıdırlar işin siyasi sonluğu ilə. Yəni ki, burada bir neçə variant var. Bir variant, müxalif qüvvələr mövcud iqtidarı devirir və hakimiyyətə gəlir. Elə bir siyasi partiyalar falanlar İranda yoxdur. Müxalif qüvvə adlandıra biləcəyimiz, iqtidara gələ biləcək, yəni ki, xalqın dəstəyini ala biləcək, elə bir qüvvələr bugün İran ərazisində yoxdur. Bir versiya ola bilər, tutaq ki, Pəhləvi ailəsini, Şah ailəsini taxta çıxartmaq, onların da artıq heç bir dəstəyi qalmayıbdır İran ərazisində. Onları yenidən Amerika Birləşmiş Ştatlarından İrana gətirmək, taxta çıxartmaq falan, bu da nağıl olur. Üçüncü variant, bu üçüncü variantın üzərində işləyir bütün o anti-İran qüvvələr. O da nədən ibarətdir? Hakimiyyəti Çindən parçalamaq, mövcud hakimiyyət Çindən parçalansın və müəyyən bir qrup yaransın ki, hakimiyyətə qarşı çıxsın və onlar hakimiyyətə gəlsin xaricin dəstəyi ilə. Belə bir versiyanın üzərində işləyirlər, amma mən onu demək istəyirəm ki, 79-cu ildən bəri İran İslam Respublikası bir din bayrağı altında bütün xalqları orada birləşdiriblər. Bir şiəlik şüarı altında birləşdiriblər. Oradakı yaşayan ən çox sadəcə türklərdir, sonra farslardır, sonra kürdlərdir, ərəblərdir. Bu xalqlar hamısı orada eyni bayraq, İslam bayrağı adda birləşməyi bacarıblar. Onları hər hansı müəyyən başqa bir bayrağın altına mümkün olacağını, toplamaq mümkün olacağını mən heç də düşünmürəm. Çünki, bəli, inanmıram ki, onlar bir də hansısa bayrağın, fərqli bir bayrağın altında toplaşa bilərlər. Amma bu bayrağı da hakimiyyətdə saxlamaq üçün hakimiyyət qüvvələri bütün öz resurslarını xərcləyir. Yəni ki, onların agitasiya, propaganda maşınları çox sürətlə ölkədə fəaliyyət göstərir və bu təbliğatı aparırlar artıq mövcud olan iqtidarın xeyrinə. Və burada mən vurğulamaq istəyərdim Rusiyanın, Çinin və Rusiya, Çin və Türkiyə dövlətinin mövqeyləri, dünyanın o aparıcı ölkələri, bölgənin aparıcı ölkələri, Amerikanın mövqeyi məlumdur. Və Rusiya neçə ildir Ukrayna ilə müharibə aparır və bu müharibədə bilirik ki, İran dövləti onlara çox ciddi cəhdlə dəstək olurlar və onlara çox böyük saylarda, böyük ölçülərdə dronlar satırlar. Çin İranın satdığı neftin ən böyük müştərisi Çindir. Və Çin də bilirsiniz ki, öz ərazisində enerji daşıyıcıları olmayan bir ölkədir. O, İrana və Rusiya möhtaçdır bu sahədə. Və bunun hər ikisi çox loyal bir mövqey tutublar. Yəni ki, sülhə dəvət edirlər. Amma faktiki real addımlar, İranı dəstək anlamında heç bir real addımlar yoxdur. Tam əksinə Türkiyə dövləti, Türk prezidenti biz dünya mediasında izlədiyimiz faktlara görə mən vurğulamaq istəyirəm ki, bu 4 gün ərzində 2 dəfə Trumpla telefon danışıqları aparıb ki, burada sülh yaratmaq üçün və müəyyən bir missiya yüklənmək üçün Türkiyə dövləti, Türkiyə Xaricilər Nazirliyi, Türkiyənin bütün dövlət orqanları dünyanın aparıcı ölkələrinin diplomatları ilə, dünyanın aparıcı ölkələrinin demək olar ki, hamısından danışıqlar aparırlar. Burada vasitəçi olmaq üçün, müəyyən bir missiya həyata keçirmək üçün bu iki ölkə arasında bu konflikti dayandırmaq üçün. Ən çox müşahidə olunan fəaliyyət bütün dünya ölkələrinin içində bu yolda Türkiyə prezidenti Tayyip Erdoğan'ın fəaliyyəti gözə çarpır və bu da çox tədbirə layiqdir. Həm də məsələn bizim dövlətimiz, Gürcistan dövləti də bəyanat verərək onları sülhə dəvət elədi. Və mən də sayıram ki, Tiflis ən böyük sülh şəhəridir. Bizim ana şəhərimizdə bütün hər türlü düşmənlər gəlib burada görüşə bilər, sülh danışıqları apara bilər və Tiflisdə bunun üçün həmişə hər bir şərait var.
Azərbaycan, biz çoxları gözləyirdik ki, Azərbaycan başqa mövqeyi sərgiləyər və sərgiləyərsə heç də mən təəccüblənməzdim, amma indi təəccübləndim ki, Azərbaycan bu mövqeyi sərgilədi ki, öz ərazisindən, havaalanından İrana qarşı heç bir müdaxiləyə yol verməyəcəkdir və o da sülhə dəvət eləyir bu tərəfləri, danışıqlara hazır olduğunu, vasitəçilik eləməyə hazır olduğunu bəyan eləyir. Yəni ki, İran dövlətini bugün tam ürəkdən dəstəkləyib, yanında duran, ona dəstək olan bir dənə dövlət yoxdur. İran da düşünməlidir ki, niyə dostu yoxdur? Həqiqətən maraqlı bir sualdır, həmçinin düşündürücü. Bəli. Hər bir dövlət düşünməlidir ki, o dostu vaxtında qazanmağa bacarmaq lazımdır ki, sən darda olanda dostlar sənin yanında olsun. Azərbaycanda müharibə olanda onun dostları həmən bildirdi özünü. Hindistan, Pakistan müharibə eləyəndə Azərbaycan, Türkiyə hər ikisi bəyan elədilər ki, biz Pakistan qardaşımızın yanındayıq. Və ondan sonra bir daha Şuşa bəyannaməsində o Pakistan da qatıldı, gəldi. Səhv eləmirəmsə, Qarabağda havalanın açılışında iştirak elədi. Amma maraqlı mövqe idi ki, həmən Hindistan-Pakistan müharibəsində İran dövləti Hindistanın yanında idi. Yəni, müsəlman Pakistanın deyil, bütpərəst Hindistanın yanında idi. Mən heç də bu dini faktorları çox qabartmaq tərəfdarı deyiləm. Ona görə qabardıram ki, bu dövlətin adı İran İslam Respublikasıdır. Azərbaycanın ərazi bütövlüyü bilirsiniz ki, 30 ilə yaxın Azərbaycanın 20%-dən artığı erməni işğalçı qüvvələri tərəfindən işğal olunmuşdu. Və Azərbaycan öz ərazi bütövlüyünü təmin eləyəndə, öz ərazisini o işğalçılardan təmizləyəndə Ermənistan İrandan dəstək alırdı. Ən böyük dəstəkçisi İran idi. Rusiya da artıq onun tərəfində qalmamışdı. İrandan dəstək alırdı və çox paradoksal bir haldır ki, orada bilirik ki, İranda İnqilab mühafizəkarlar ordusu var, İnqilabı qoruyan ordu var. O ordunun komandiri bu hadisə ilə bağlı bəyanat verdi. Zəngəzur koridorunun açılmayacağından bağlı bəyanat verdi. Yəni ki, Ermənistan dövləti bunu istəmir və o koridor açılmayacaq. Sanki Ermənistan dövlətinin bu bir sözcüsü imiş və yaxud Xaricilər Nazirliyinin mətbuat katibiymiş və bu işin paradoksal tərəfi də odur ki, o bəyanatından 48 saat sonra yatağında öldürüldü. Bu İsrail hərbi qüvvələri tərəfindən öz yatağında məhv edildi o adam. Həmin qurum da İranda dövlət içində bir dövlət idi. Dövlətin heç bir demək ki, strukturuna onlar hesabat vermirdilər. Yalnız ali dini rəhbərə hesabat verirdilər. Və belə qurumlar da dövlət içində paralellik yaradanda dövlətdə belə problemlər yaranır. Çox sağ olun Hüseyin bəy, həqiqətən maraqlı bir açıqlama gətirdiniz. Sağ olun, Baş verən sağ olun. münaqişəyə. Bəli, əziz izləyicilərimiz, verilişimizin sonuna gəldik. Ümid edirəm ki, sizlər üçün maraqlı bir mövzu idi. Sağ olun, salamat qalın.